Təmizlik şirkətini çağırmağıma peşman oldum. Reklamda gördüyümlə reallıq tam fərqli çıxdı. Bura mənim qaynanamgilin evidir və yay təmizliyi üçün qaynanam təmizlik şirkəti axtarırdı. Mən də reklamda görüb bu şirkəti çağırdım. Qiymətlər o qədər münasib idi ki, çağıranda tərəddüd etdim. Hər birinin sonda qeyd edəcəm. İlk öncə onu deyim ki, təmizliyə vaxtında gəldilər və bütün avadanlıqları özləri ilə gətirmişdilər. Dəsmallardan tutmuş buxar aparatına qədər hər bir şeyi özləri ilə gətirirlər. Və o künc bucaq qalmır ki, təmizləməsinlər. Hətta soyuducunu da çəkib arxasının hər yerini təmizləyirlər. Büsturlardan tutmuş qablara qədər, şkafların içərisinə qədər, radiator, pəncərə, pərdə, hər yeri tərtəmiz edirlər. Sanki evinizi yeni almış kimi hiss edirsiniz. Ev o qədər fresh, o qədər səliqəli görünür ki, 4 xanım bir neçə saata evi tərtəmiz etdilər. Evdə görünməyən yerlərdən o qədər toz çıxdı ki, qaynanam şokdaydı. İstəsəz kvadratına görə, istəsəz saatlıq paketdə götürə bilərsiniz ki, 4 saata 38 manat, 6 saata 44 manat, 8 saat isə cəmi 58 manatdır. Reklamda gördüyümdən də daha yaxşı, daha gözəl iş gördülər. Hətta təmizlik vasitələrini də özləri ilə gətirirlər, yəni sizin heç bir şey verməyinizə ehtiyac yoxdur. Sizə əminliklə qaranti verirəm ki, adı kimi ideal klinikin işlərini çox bəyənəcəksiniz və çox ideal iş görəcəklər. Ən bəyəndiyim tərəfi isə hətta qablara qədər yuyurlar. Şirkətin adı İdeal Klinik adlanır, nömrəsini də, səhifəsini də aşağıda qeyd edəcəm. Mütləq müraciət edin. Bu isə təmizlikdən sonra olan nəticədir. Sizcə nəticə necə oldu? Şərh bölümünə yazarsınız.